Uğur qazandı. Çox üzr istəyirəm. Elə mahnı var ki, zaten onun möhrü vurulub da. İndi Nuran dostumuzdan danışırsan da. Misal üçün, zamanında Rəqsanə xanım İsmailova, Allah qapısını açsın tezliklə. Cəmi yaxşıların, Allah onun da balalarına xatir qapılarını açsın inşallah. Bütün Allah Teala hamının qapısını açsın. Yaxşıların, hamını yox. Elə adamlar var ki, elə onların yeri odur. Yaxşıların qapısını açsın. Elə Rəqsanə xanımın da qapısını açsın. Bizim həmkarımızdır. Anadır. Bəli. Misal üçün, baxın, Nuran onun mahnısını oxuyub, möhrü vurulan mahnıdır da. O zaten partlamış bir mahnıdır da. Onu oxumağa nə var ki? Və keçən dəfə də mən bir söz deyəcəm İsa'da. Mənim xoşuma gəlmədi. Misal üçün, gözəl bir xanım var idi. Mehin Hümbətova. Çox gözəl xanımdır, gözəl də oxuyur, mən onu bəyənirəm. Məhz sənin verilişində mən baxdım. Misal üçün, mən çox xahiş edirəm buradan, bütün həmkarlarımdan, elə belə deyək də, bizim bəzi sayt yazarlarından da çox xahiş edirəm ki, biz yıxılanın üzərinə getməyə, onu daha da əzməyə çalışmayaq. Misal üçün, mənim də olub, Rəqsanə xanımla münaqişələrim olub. Yəni, o içəridə olanda yox, bayırda. Misal üçün, sözümü də demişəm, get sən bankabı bağla. Onu da pis mənada deməmişəm də. Yəni, o, zaten o işlərlə də, nə bilim... Evdarlıq edirdi də, normal, hər bir xanım kimi. Onu da, misal üçün, manşet elədər falan. Yəni, o, içəridə olanda yox da, yəni, məhz, belə deyək də, o, mənim cavabımı da verərdi falan. Amma bir insan... Əgər elə bir timbol, elə bir yerdədir. Çünki bu həyat elə bir şeydir ki, bu həyatda insan iki şeydən sığortalanmayıb. Bir xəstəxana, bir də həbsxana. Çünki hər anın, hər saniyənin öz hökmü var. İnsan bilə bilməz sabah başına nə iş gələ bilər. Yəni, ona görə mən buradan rica edirəm, bütün həmkarlarımdan, elə aparıcılarımızdan yol verməsinlər belə şeylərə. Yəni, yıxılanı əzməyək. Rəqsanə xanım da çox gözəl müğənnidir, onun da kütləsi var, onun da sevənləri var. Amma bir insanı... İlk öncə gözəl anadır, çox şahane. Bu qədər əzmək olmaz. Yəni, bu Mənzurə xanıma da aiddir. O da deyəsən, nəsə danışmışdı bu barədə. Mənzurə mi? Mənzurə xanım. Bilmirəm, amma Rəqsanə xanımın adını çəkdi. Mən də bir vurğulamaq istəyirəm. Rəqsanə xanımın necə jesti olduğunu mən pandemiya dövründə görmüşəm. Kimisə sözü varsa, onu elə deyərdi. Amma insan indi yıxılıbsa, zaten bu yıxılıb, insaniyyətə yaraşmayan bir şeydir bir insan.